Yüzlərlə şagird ilk hərfi, ilk sözü, ilk cümləni məhz onun sinfində öyrənib. Zaman dəyişib, illər ötüb, amma müəllim sevgisi qəlblərdə eyni qalıb. 90 yaşlı Solmaz Hüseynova uzun illərdən sonra yenidən doğma məktəbinə qədəm qoyur. Vaxtilə kiçik uşaqları qarşıladığı bu həyətdə onu bu dəfə artıq saçlarına dən düşmüş yetirmələri gözləyir. Solmaz müəllim sinif otağına daxil olan an hamı ayağa qalxır. Zamanın dəyişdirə bilmədiyi tək şey, illər öncəki o böyük hörmət və səmimiyyət yenidən bu divarlar arasında canlanır. Aradan illər keçsə də bu otaqlar bir müəllimin izini, nəfəsini yaşadır. Vaxtilə burada əlifbanı öyrənən, ilk dəfə qələmi əlinə alan uşaqlar bu gün müxtəlif sahələrdə çalışır. Kimi müəllim, kimi mühəndis, kimi həkim və s. Amma onları bu gün də birləşdirən dəyişməz bir ünvan var. İlk müəllimləri, ilk xatirələri. Solmaz müəllimə bizə o qədər doğma olub ki, hər bir şagird elə hesab eləyirdi ki, onu o biri şagirdlərindən daha çox sevir. Çünki o heç bir şagirdin ayırmırdı. Dəcəlliyimiz tutanda sinif yoldaşımız Səidə öyrədirdi. O qaçırdı müəlliməni qucaqlayırdı. Arxasınca da 32 nəfər hamı daskan qabağında müəllimənin qucağına qaçırdı. Bir də uzun çubuğu var idi, şahmat taxtasına bənzəyirdi. Əsəbləşdirən kimi həmin taxtasına elə bir dəfə vururdu partiya ki, hamı sakit olurdu. 50 il bundan öncə Solmaz müəllimənin yetirmələri. Mən Solmaz müəlliməyə can sağlığı, uzun ömür, bahar təravətli, xoş günlər arzulayıram. Bu görüşün bizi üçün nə qədər böyük əhəmiyyətli olduğunu heç kim hiss edə bilməz. Salyanda doğulan Solmaz Hüseynovanın müəllimlik fəaliyyəti ötən əsrin 60-cı illərinin sonlarında şəhər 4 saylı orta məktəbdə başlayıb və 2009-cu ilə qədər davam edib. O dövrdə məktəblərdə nə indiki şərait, nə də texnologiya vardı. Amma tükənməz müəllim sevgisi, qayğısı və məsuliyyəti var idi. Solmaz müəllim işinə çox yaxşı yanaşan, müəllimlər, uşaqlarla, şagirdlərlə çox mehriban rəftar eləyən, yəni çox tələbkar, gözəl müəllimə idi. Mənə çox xoşdur ki, 50 il sonra gəlib öz doğma məktəbimizdə bu sözləri onun haqqında danışıram. 79-80-cı illərin buraxılışı yox. Gərək insanlar üç varlığın qarşısında həmişə baş əysinlər. Allahın, valideynlərinin, bir də müəlliminin. Çünki bu üç varlıq, üçü də müqəddəsdir. Baxmayaraq ki, 46 ildir bu məktəbdən ayrılmışıq, hamımız özümüzü körpə şagird kimi hiss edirik. Bəxtiyar Vahabzadənin sözü ilə deyərəm. Ey hörmətli müəllim, hər könüldə yerin var, hər kətdə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacların sayı hesabı olmaz. Sizin kimi dünyada varlı bağban tapılmaz. Hər sinifdə 40, 39, 38 uşaq olurdu. Hamısı maşallah böyüyüblər, hamısı iş sahibidir, ailə sahibidir. Hamısına can sağlığı arzu edirəm, hamısına ailə saadəti arzu edirəm. Nə deyə bilərəm ki, ondan başqa. Sağ olsunlar ki, məni bu yaşımda gəlib yoxlayırlar. 90 illik yubiley tədbiri Solmaz Hüseynova üçün sadəcə ad günü deyil. Bu illərlə çəkdiyi zəhmətin, verdiyi əməyin ən gözəl qarşılığıdır. Vaxtı ilə əlindən tutub hərf öyrətdiyi uşaqlar bugün onun qarşısında minnətdarlıqla dayanırlar. Çünki müəllim ömrünün ən böyük sərvəti nə diplomlar, nə mükafatlar, nə də titullardır. Ən böyük sərvət yetişdirdiyi insanların sevgisi, hörməti və unudulmayan xatirələridir.